Sabirabad rayon polis şöbəsinin dövlət yol polisi əməkdaşlarının keçirdikləri reydlər yol hərəkəti qaydalarını pozan, eləcə də avtomobili sənədsiz və ya sərxoş halda idarə edən, avtomobillərin konstruksiyalarında dəyişikliklər edən sürücülərə qarşı yönəldilib. Rayonun Heydər Əliyev prospektində baş tutan reyddə sürücülər saxlanılıb, sənədləri yoxlanılıb. Reyd zamanı sürücülük hüququ olmayan, təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər müəyyənləşdirilib. Həmçinin nəqliyyat vasitələrinin sərxoş halda idarə edilməsi, sürət həddini aşma, ötmə qaydalarının pozulması və digər qayda pozuntuları da aşkar edilib. Bəzi sürücülər avtomobillərinə vurduqları pərdələrə görə polislə mübahisə etməkdən belə çəkinməyib. Bəzi sürücülər isə idarə etdikləri minik avtomobillərində əlavə avadanlıqlar quraşdırmaqla qanun pozuntularına yol verdikləri aşkar edilib. Reyd zamanı polisin qanunu tələblərinə tabi olmayan sürücülərin avtomobilləri cərimə meydançasına aparılaraq barələrində protokollar tərtib edilib. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin tərəfimizdən mütəmadi olaraq reydlər keçirilir. Reydlərin nəticəsinə əsasən tərəfimizdən nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən sürücülər, o cümlədən konstitusiya dəyişiklik edən, ötmə və ya manevr qaydası pozulması aşkar olunmuşdur. Bundan sonra da reydlər davam etdiriləcək. Qeyd edək ki, bir neçə saat davam edən reyd zamanı qanun pozuntularına yol verən sürücülər barəsində protokollar və inzibati cərimələr tətbiq olunub. Rayonda reydlər yenə də davam etdiriləcək. Gültəkin Əliyeva, Aydın Yavərzadə, Dünya TV.